Hoş geldiniz. Kim bilgiler gelir? Tədbir başlamayıb. Bu tədbirin önüydü. Tədbirin sadəcə qaydalar deyəcəm. Xoş gəlmisiniz. 7 ildir varıq. Bura Floradır. Və ən vacib şeylər bilirsinizsə oxumaq lazım deyil. Çünki o çıxacaqlar, o mahnılarda olur. Mahnılar bilirsiniz, oxuyarsınız. Və gürültü alqışlarınızla şərəfləndirərsiniz bizim iştirakçılarımızı. Mən sözü Zamir bəyə verirəm. Alqışlarınızla. Axşamınız xeyir olsun, xoş gəlmisiniz. Şeir oxunacaq. Şeir də elə bir şeydir ki, şeirə qulaq asmaq lazımdır, şeiri dinləmək lazımdır, şeiri hiss etmək lazımdır, şeiri yaşamaq lazımdır. Ona görə də maksimum dərəcədə şeirə fokuslanaq. Deməli, məqsəd nədir? Məqsəd, biraz şeir səhifəmiz var və bu səhifənin 4 illiyidir. O münasibətlə biz tədbir təşkil edirik, şeir sevərləri bir araya gətirdik və ümid edirəm ki, sizin üçün çox yaxşı bir, yadda qalan, unudulmaz bir axşam olacaq. Çünki burada həm sevdiyiniz şeirlər sizin üçün təkrar səslənə bilər, həm sevdiyiniz mahnıları eşidəcəksiniz. Daha sonra bizim şair qonaqlarımız var. Yəqin ki, posterlərdən görmüşdünüz, reklamlardan görmüşdünüz. Mən istəyirəm ki, əvvəlcə səhifəmizdə ən çox bəyənilən şeirlər vardı, hansı ki, onlardan birini sizin üçün giriş olaraq səsləndirim. Daha sonra növbəti şeirlər səsləndiriləcək. Yəqin ki, bir dənə alqışı əsirgəməz. İlk şeir Zərdüşt Şəfidən olacaq. Zərdüşt Şəfi həyatda yoxdur, amma onun şeirləri həyatdadır. Yəni, nə qədər ki, şairlər var, yəqin ki, yaşayacaq. Bir də bir şey nəzərinizə çatdırım. Bu səhifə, deməli, 4 il əvvəl qurulub. Qurulub deyəndə ki, boş bir vaxtıma düşdü və hər insanın bir maraq dairəsi olur. Mənim də maraq dairəm şeirdir. Ona görə də bir şeir səhifəsi açmaq qərarına gəldim. O ərəfələrdə həm də pandemiya dövrü idi. Biraz insanların fikirləşməyə vaxtı olurdu. Sonra səhifədə şeirlər baxdım ki, paylaşdıqca bəyənilir. Yəni, insanların marağı var. Hansı ki, elə bir dövrdür ki, o qədər də insanlar şeiri həvəs göstərmir. Çünki bəzi insana deyirsən ki, gəl şeir tədbirinə, deyir ki, nə bilim, mənim şeir tədbirində nə işim var, şeir tədbirində mənə yuxu basır, nə bilim, mənlik deyil. Yəni, bu tərz şeylər eşidirik. İndi isə Zərdüştdən dediyim şeiri oxuyum. Düşüblər izimə, məni gəzirlər. İzimdə sən varsan, xəbərləri yox. Vəsiyyət yazmışam, hey oxuyurlar, sözümdə sən varsan, xəbərləri yox. Deyirlər unudub, boş imiş vədi. Bu da vəfasızmış, sevgisi yalan. Deyirlər çörəyi dizi üstədir, dizimdə sən varsan, xəbərləri yox. Məni tanrılar da qarğıyıb nədir? Dualar getdiyi ünvana çatmaz. Deyirlər nə desək gözü üstədir, gözümdə sən varsan, xəbərləri yox. Yoxdur xəbərləri, onlar bilmirlər. Kor olub gözləri, onlar bilmirlər. 300 il yaşayır, yenə ölmürlər. Cüzi ömrüm vardı, onu yaşadım. Cüzində sən vardın, xəbərləri yox. Deyirlər çörəyi dizi üstədir, dizimdə sən vardın, xəbərləri yox. Bu arada Zərdüşt Şəfi 26 yaşında qan xərçəngindən dünyasını dəyişib. Biraz butonlarla başladı, amma insan
unutmamaq, dostların. Hər bir halda dostları xatırlamaq lazımdır. İndi isə mən söz vermək istəyirəm Yeganə xanıma. Yeganə xanım bizdə digər bəyəniləcək hansı ki səhifədə ən çox bəyənilən şeirlər var, onlardan birini səsləndirəcək, daha sonra isə biz qonaqlarımızı çağıracağıq. Buyurun. Çox sağ olun. Mən fürsətdən istifadə edib biraz şeir səhifəsini 4 yaşını təbrik edirəm. Şəxsən bir qiraətçi kimi deyərəm ki, bir çox şeylərin sorağını məhz bu səhifədən almışam. İsmət Rüstəmov olmur. Daha son ümidə ümid qalmayıb. Qalsa yollarına baxardım, olmur. Soyuq əllərimi üzük yerinə, qaynar əllərinə taxardım, olmur. Yanında elə bir yersiz qonağam, mən sənə günaham, suçam, yasağam. Sən güllə deyilsən, mənsə qorxağam. Səni öz başıma sıxardım, olmur. Neyniyək? Olmadı. Çatmadı gücüm. Elə bil tutmadı bürcünlə bürcüm. Səni ürəyimdən çıxarmaq üçün gərək ürəyimi çıxardım. Olmur. Mən istəyirəm indi qonaqlarımızı çağıraq. Qonaqlarımız da sizə yad olmayan insanlardır. Mən əvvəlcə istəyirəm Günel xanımı çağıraq. Günel Xəzər. Daha sonra isə Mir Kamil. Mən şairlər haqqında çox danışmaq istəmədim, çünki onlar öz şeirlərindən danışacaqlar birazdan. Bu arada bir şey qeyd edeyim. Bizi piyonda müşahidə edəcək Aslan Məmmədov. Burada müğənni olaraq Sadiq Dəmirov. Sadiq də yəqin ki sizə tanışdır. Sadiqin də səhnələr olur. Yəni buyurub dinləyə bilərsiniz. Yəqin ki bundan sonra siz də dinləmək istəyəcəksiniz. Axşamınız xeyir olsun. Bir sıra sevdiyiniz musiqilər səsləndirəcəm. Eynilə də digər sənət yoldaşlarım. Və bildiyiniz musiqiləri bir yerdə səsləndirək, çox xahiş edirəm sizdən. Suyu qaçmış hovuza bənzəyir dənizindir. Solğun yerlərdə qalır saldığın hər izindir. Toy günü yar qaçmış gəlinlərə bənzəyir. Ağ paltarlı buludlar. Sən gələndə çiçəklər açardı, sən gələndə dağlarda gül açardı, sən gələndə kədər məndən qaçardı. Sən gələndə çiçəklər açardı, sən gələndə dağlarda gül açardı, sən gələndə kədər məndən qaçardı. Gündüzlerin seması neden de indi bombuz. Geceler başım üstte, ne ay yanar ne de ulduz. Nedense hoş baharda sarı yarpaklar açır, sökendiğim ağaçlar. Sen gelende çiçekler açardı, sen gelende dağlarda gül açardı, sen gelende keder menden kaçardı.
çiçekler açardı, sen gelende dağlarda gül açardı, sen gelende keder menden kaçardı. Bir yerde oxuyaq. Sen gelende Sen gelende tağlarda gül açardı. Sen gelende çiçekler açardı, sen gelende dağlarda gül açardı, sen gelende keder menden kaçardı. Teşekkürler minnettarım. Axşamınız xeyir. Çox sağ olun ki, 21-ci əsrdə şeirə önəm verib gəlmisiniz. Bu həqiqətən düşünürəm ki, söz üçün çalışan, söz üçün yaşayan adamlara çox vacibdir. Mən əvvəlcə məkanın sahibi Türkay bəyə təşəkkür eləmək istəyirəm. Onsuz da onun Don Kixotluğunu hamımız bilirik. Yəni içkisiz, alkoqolsuz, siqaretsiz bir məkanı illərdir şəhərin mərkəzində yaşadır. Və bilirik ki, əylənən insanların əksəriyyəti içki içir, amma burada içki yoxdur və buna baxmayaraq illərdir israrla bu məkan günü-gündən inkişaf edir və eyni zamanda bizə şeir gecəsini ilk dəfə təşkil edən Zamir bəyə, biraz şeir səhifəsinin belə deyək də inkişafı üçün töhfə verdiyinə, bizə inandığına görə çox təşəkkür eləmək istəyirəm və hamımızın adından ona alqışlar istəyirəm. Türkay bəy, çox sağ olun. Sadəcə biraz şeir səhifəsinin yox, düşünürəm ki, burada olan məkanların əksəriyyətində Türkay bəy bir çoxlarına bu səhnəni dadmağı icazə verib və bu çox uğurlu səhnədən kifayət qədər sevilən müğənnilərimiz var. İkinci təşəkkür eləmək istədiyim adam Zamir bəydir. Çünki yenə deyirəm, şeirə, sözə bu qədər önəm verib 4 ildir bu səhifəni yaşadır. Mən Zamir bəy mənim şeirlərimi o səhifədə paylaşanda onu tanımırdım. Yəni heç bir şəxsi tanışlığa əsaslanmayan, heç bir gözləntisi olmadan, sponsoru olmadan 4 ildir çox gözəl, sadə dizaynla sözləri önə çıxararaq gözəl bir səhifə yaradıb və buna görə ona bütün şairlər və söz sevərlər adından təşəkkür edirəm. Zamir bəy, çox sağ olun. Aparıcı olduğum üçün çox danışıram, ona görə keçim şeirə çox vaxt almayım. Bir çoxlarımızın həyatında həmişə elə bir an olur ki, ya gedib, ya qalmaq seçimi arasında oluruq. İşdən, sevgilidən, ailədən, anadan, atadan fərqi yoxdur. Və bu gedib qalmağın iki yolun ayrıcında hər zaman getməyin də müsbətləri olur, qalmağın da və həmçinin də əksinə. Ümumiyyətlə, yol ayrıcında olanda insanlar düşünürəm ki, narahat olmamalılar. Çünki ikinci yolu yaşamaq imkanı heç vaxt olmadığı üçün düşünün ki, həmişə seçdiyiniz yol ən doğru olandır. Çünki o birisi yolu seçməmişsinizsə, o yol onsuz da ölüdür. Ona görə qərarlarınızı sevin və mənim də çox həyatımla bağlı ciddi qərar qəbul eləməmişdən qabaq yazdığım bir şeirdir. Adı Getmək və Qalmaq. Getmək biraz sarıdır, solmuş xəzəl yarpağı. Qalmaq biraz narıncı, acısı portağalın. Getmək biraz qaradır, sonraların işıqsız. Qalmaq biraz bəyazdır, əlvan rəngləri udmuş, sözsüz, səssiz, maraqsız. Getmək biraz mavidir, göz yaşının üzündə çəkdiyi əyri yollar. Qalmaq firuzə idi, kinli qəhqəhələrdə nə fəryadlar duyular. Getmək bənövşə idi, üzüm dənələrinin tapdalanıb, əzilib, çaxıra dönmək idi. Qalmaq qəhvə rəngidir, acısı dadlı olar,
Yuxun ərşə çəkilər, gecə köksünə çökər. Ruhun göyərçin olub, dil açıb, söz öyrənib, deyir seç, ya azadlıq, ya da sevgi qəfəsi. Çiyinlərimi əzir, getmək, qalmaq cəmməl. Xoş gəlmisiniz, axşamınız xeyir olsun. Ümid edirəm gözəl bir gecə olar. Bəzən olur tədbirlər, belə axşamlar, gecələr olur, gedirik. Hər şey o qədər möhtəşəm olur, amma oradan çıxanda yadımızda çox az şey qalır. Ümid edirəm bu gecə sizin üçün yadda qalan olar. Buradan əli dolu qayıdarsınız. Ruhu da doludur. Mən aparıcı deyiləm, mən çox danışa bilməyəcəm. Günel xanım gözəl bir şeirlə bir göy qurşağı çəkdi, rənglərlə bağlı. Mən də istəyirəm bir şeir oxuyum. Kimsəsiz bir limanın qisməti bir qəmli vida. Kimsəsiz bir limanın qisməti bir qəmli vida. Suların, quşların avazəsi yekbarə səda. Və üfüq yolcusu yelkənlidə məhzun bir əda. Bir səmavi dəniz üstündə dənizvari səma. Dəli sov xəzrilər əlindən, yaralı yelkənin üzüldü. Qayalar tutmadı əlimdən, dalğalar qəsdimə büründü. Gün batandan yağır altını şəfəqlər dənizə. Xoşsaqal hüznü çökür bir neçə solğun bənizə. Çəkilir sürmə kimi indi hər əsrətli gözə. Bir səmavi dəniz üstündə dənizvari səma. Nələr nələr üzür qəlbimdə, üzməyi bilməyən nə bilər. Rəqqaslar tək süzür üstümdə, fəlakət bilməyən gəmilər. Nələr nələr üzür qəlbimdə, üzməyi bilməyən nə bilər. Rəqqaslar tək süzür üstümdə, fəlakət bilməyən gəmilər. Çox sağ olun, Məhtar. Yaxınlığı çoxmu gördün? Uzağımdan nə gəzirsən? Adın əzbərdir dilimdə, dodağımda nə gəzirsən? Nə gəzirsən yad şəhərdə? Suyun mu çatmadı sənin? Çörəyin mi yetmədi? Sevgin mi sənə az gəldi? Ürəyin mi yetmədi? Nə gəzirsən? Nə gəzirsən yad şəhərdə? Orada havalar zəhərli, orada 6 ay gecədir, burada 6 ay zəhərdir. Nə gəzirsən yad şəhərdə? Xırda səsə diksinərdin, xırda səsə diksinərdin, qorxudacaq axı səni yad ürəyin tıqqıltısı, cəhənnəm göy şaqqıltısı. Nə gəzirsən? Yaxınlığı çoxmu gördün? Uzağımda nə gəzirsən? Adın əzbərdir dilimdə, dodağımda nə gəzirsən? Nə qədər çətin olsa da bunu qəbul eləmək, this is a man's world. Bu dünya kişilərindir. Onların yaratdığı bir dünyada yaşayırıq. Və təəssüflər olsun ki, zəif yox, zərif olduğumuz üçün fiziki, mənəvi, psixoloji şiddət görürük. Nə qədər kənardan güclü qadın kimi görünsəm də, mənim də təbii ki, cavanlığımda fiziki şiddət gördüyüm bir dönəm olub və
o dönemdə yazdığım şeirlərdən biridir. Əslində çox fikirləşdim bu gün bu şeiri səsləndirmək lazımdırmı yoxsa yox, amma düşünürəm ki, qadınlara qarşı şiddətə bir daha diqqət çəkmək üçün bu şeir bu gün oxunmalıdır. Güzgüyə yaxınlaşdım və gözümün ətrafı göyərmişdi və özümə baxıb dedim ki, ən sevdiyim gül Yasəməndir. Üzümə baxıb dedim ki, əzizim, gözündə Yasəmən açıb, bu çox gözəldir. Və birdən kürəyimin arxasında çox böyük bir isti hiss elədim. Çöndüm və alovlu bir simurq quşu kimi bir şey göründü gözümə. Bilmirəm indi sarsıntıdanmı, nəmi, amma belə bir şey yaşadım və adətən belə hallarımda, belə deyək, gözüm saat gəzir, çünki saat məni reallığa qaytarır. Saat da dayanmışdı və sonra bu şeir yarandı. Kürədən qaça bilmir saatlar. Görəsən hardasa qadın olmaqdan zövq alan biri var. Yasəmənlər açıb gözümün dörd yanı, ağrıyır budanmış qollarım. Yarım canımla paxıllıq duyuram, otaqda hardansa peyda olan rəngarəng, şux, azad, alovlu quşa. Görəsən, ürəkdən istəsəm, simurq doğula bilərəm nə vaxtsa. Mənim də bu şeirim şükür haqqındadır. Bəzən bir də fərqinə varırıq ki, həyat sürətlə axıb gedir və bizim heç təşəkkür eləməyə vaxtımız olmuyor. Bu özünə təşəkkür ola bilər, həyatındakılara təşəkkür ola bilər, təbiətə təşəkkür ola bilər, səni çevrələyən hər kəsə, hər şeyə təşəkkür ola bilər. Ona görə belə bir şeir oxumaq istəyirəm. İlahi, şükür bu qıza, onun gözlərinə, özgə bir rəng qatılmayan sudan duru sözlərinə. İlahi, şükür bu qıza, onun gülüşünə, mənə sarı yeriyəndə ruhunun qatışına, təmənnasız baxışına. İlahi, onun körpə əllərinə, daim məndən sığal uman tellərinə, pəncərənin qabağında böyütdüyü güllərinə. İlahi, şükür bu qıza, onun duasına, səsinə, sədasına, əhdinə, vəfasına, ürəyimin daş bağlayan yerlərini əridən həyasına. İlahi, şükür bu qıza, gül ətirli saçlarının hörgüsünə, darağına, güzgüsünə, sadəlik sevgisinə. Şükür ilahi, şükür bu qıza. Gündüz gitti, gece geldi, görmedi. Rahat olmur, neden bile yüreğim. Kâh darıxır, kâh sevinir, sinemde bülbül kimi dile gelir yüreğim. Kâh darıxır, kâh sevinir, sinemde bülbül kimi dile gelir yüreğim. Penceremden göz eyleyir ulduzlar. Mənə bəlkə onların da sözü var. Kâh
gelir yüreğim, kah danışır, kah inir. Sinemde bülbül kimi dile gelir yüreğim. Bulut öttü, ay dolandı otaqda. Göy yarpaqlar pıçıldanır budaqda. Gah dayanır, gah döyünür. Sinemde bülbül kimi dile gelir yüreğim, kah dayanır, kah döyünür. Sinemde bülbül kimi dile gelir yüreğim. Teşekkürler, çok sağ olun. Deməli, mən belə başa düşürəm ki, yaxşıdır hər şey və xoşunuza gəlir. Və bu arada mən görmək istəyirəm şairləri aramızda, hansılar ki, bugün burada iştirak edirlər, zəhmət olmasa əllərimizi qaldıraq. Şeir yazan var, şairlər. Nigar xanım, Elmir bəy və Rəbiqə xanım. Mən istəyərdim şeir səsləndirsinlər, əgər alınarsa. Və yaxud istəsəz Yeganə xanım səsləndirə bilər sizdən şeiri, amma məsəl danışmaq istəyirsiniz. Teşekkür ediyorum. Çok güzel geceydi. Sevindim ki Azerbaycan'da gör ne kadar tanımadığım ve bilmediğim şehirsever var. Ve sağ olun ki onları bir şekilde bir hissesini, bir kısmını bizimle bugün görüştürebilirsiniz. Uğurlar arzuluyuram, daha büyük sahneler arzuluyuram. Həmişə bunu deyirlər. Türker Bey inciməsin. Yani buranı unutmayacaklar yani ki. Mən dəstək olarım. Belki siz de mekanı böyüdərsiniz inşallah. Yaxşı fikirdir. Məkan yox, amma bərabər də eləyərik təbii. İnşallah, inşallah. Ne diyeyim, çok sevinirim. Teşekkür ederim hamınıza. Sen elinde şiir meselesi. Elmir bəy, sizin səsləndirmək istədiyiniz şeir var. Əvvəlcə hər kəsi salamlayıram. Zamir bəyə dərin eşqdən təşəkkürümü bildirirəm ki, bütün şeir sevərləri, şairləri, poetik ruhlu şəxsləri bu gözəl məclis ətrafına dəvət edib, fürsət yaradıb. Təşəkkürlər. Səsləndirəcəyim şeirin adı Gecənin diş ağrısıdır. Göylərin qançır rəngində öləcəyir ağ bənzin. Arxanca sürünür qırmızıya çalan bulud saçların. Günəşin işığında qışında unudarsan dünəni, kirpiklərindən yanaqlarına sarı. Pərdəyə bürünərsən ulduzların yaddaşından silinməyə xatir. Dönüb baxarsan yanında dolaşan diri ölülərə, kölgə səmtinə çəkilmiş başı pozuq ömürlərə. Hərlənib fırlanıb yadlaşarsan hamıya, gözlərin yol çəkər keçmişin çəhrayı təmizliyinə. Vaxtsız yuxuya qaçırsan göyərmiş ağrılarından, darıxırsan əlifbası olmayan dillərdə. Darıxdıqca unudulursan peşmanlığının pəncərəsi önündə. Əllərinə baxan pişiyin
gözlərindən düşərsən, tərk edilmiş qarışqa yuvasına. Hamı kimi sən də yaşadıqca ölərsən, hər tərpənişin ömründən silinər astaca. Qara parça sərar dişinin küt ağrısı xəyalında. Və bir gün gecənin şərindən yaxa qutararsan, səhər üzü əllərini axtararsan tapdadığın bütün könüllərdə. Və də günahlara batmış əllərinin ləkəsi ağarar, gözlərinin dikildiyi tavandan torpağa sar. Salam, çox sağ olun, təşəkkür edirəm. Mən də bu şeir səhifəsi vasitəsilə tanımışam Cabir bəyi. Uğurlar arzulayıram və çox yaxşı hissdir ki, bugün buradayam və belə bir şeirlərə qulaq asıram və özüm də səsləndirirəm. Elə səsləndirəcəyim şeir Gecikmiş Görüş adlanır. Bax belədir əzizim, yol uzundur, zaman dar. Hardan biləydi yaxlar, dil boyda arzuların cırtdan ayaqları var. Xəyallar qura-qura ağlımız kəsmədi heç, arzular da gecikər. Birdən bizə çatanmaz. Əzizim, gileylənmə, bu həyatın üzü çoxdur. Gör nə qədər qəm yemişəm, ağlamağa gözüm toxdur. Mən cavanam, qoca cavan, yaş ömrümə yalan satır. Biraz jastadan danış, ürəyimdə uşaq yatır. Bu çəkdiyin dərd nədir ki? Darıxmağın adı yoxdur. Çörəyim, duzum kimisən, sənsiz ömrün dadı yoxdur. Çox sağ olun. Deməli, Rəbil xanımın şeirində qalmışdıq. Bir də bir şey nəzərinizə çatdırım. Mən burada deməli 1, 2, 3, yəni barmaqla sayılacaq qədər şair var. Mən buna sevindim. Nəyə görə? Çünki şairin az olması əslində yaxşı bir haldır. Çünki səhifədə olur ki, mesajlar göndərirlər ki, bu şeiri paylaşa bilərsiniz. Yəni baxırsan, şeir adlandırır, amma şeir demək olmur da o nümunələrə. Mən onlara xoş bir şəkildə çalışıram deyim ki, ya bunu düzəldin, ya bunu hansısa bir formada özümüz düzəldək, paylaşaq. Ona görə də məncə az olması daha yaxşıdır şairlərin. Və keçək... Ya da belə deyək də, şeiri oxuyanların sayı çox olsun istəyərdik. İsrarla Rəbiqə xanımın şeirini istəyirsiniz. Rəbiqə mənim Azərbaycan ədəbiyyatında ən sevdiyim şairələrdən biridir. Yaxın rəfiqəm olduğu üçün yox. Yaxşı şair olduğu üçün mən ona rəfiq olmuşam, belə deyək. Və Rəbiqənin bir neçə şeirinə musiqi də bəstələnmişliyim vardı. Bu da onun ən sevdiyim. Hələ də bu mahnını heç yerdə paylaşmıram, oxuyuq. Çünki ortasına çatanda ağlamaq tutur həmişə. Şairəm də, kövrəyəm. Çox gözəl şeirdir. Adı, mən bu şeirə keçi deyirəm, Rəbiqə adına mənzərə deyir. Hərəmiz bir ad qoymuşuq şeirə. Könlümdə tala salıb 100 keçi otarıram. Harda gizlənim məni, qurd qəzəbim yeməsin. Hər gün milyon ümidlə ləçəkləri yoluram, sonra da yalvarıram. Qurban olum, gəlməsin. Gah sinəmə sıxıram, gah başıma çəkirəm, gah dizimə çırpıram xatirəni hər axşam. Hərdən şəklin yıxılır, gözlərimdən düşürsən, bir sözlə qafiyəni yazmayın, darıxmışam. Arada qulaqlarım səksənir öz səsimə, evimin divarları adını əzbər bilir. Heca-heca çəkirəm nəfəsini içimə,
gah şərbətə çevrilir, gah zəhərə çevrilir. Hesab kitab açılır, rəqəmlərə yazıram. 3 dəfə belə dedin, 5 dəfə elə güldün. Mən həmişə etiraf eləməyə hazıram. Sən ömrümün içində ən gözəl ölüm idin. Ayağımın altında can verir çəmən ölsün. Əlindən almadığım bütün çiçəklər haram. Sən olmayan küçələr ölsün, dünəndən olsun. Mən tərəfdə görünmə, görərəm, dayanmaram. İndi qəşəng şəkilsən, baxır, adamlar baxır. Necə şərh verim sənə, min yerə yozulmasın. Araya çay çəkmişəm, körpüdə dayan, baxın. Keçmə mənim tərəfə, mənzərə pozulmasın. Qaranlıqdan gözlərim qamaşanda işıq dadıma çatdı. Hər şeyin yaxşı olacağına inandım. Həyatımdakı boşluğu dadlı duzlu göz yaşım doldurdu. Aciz olmaqdan utanmadım. Boz şəhərdə anam təbiətin nəfəsini səmadan aldım. Azla yetinməyi bacardım. Hələ də bir doğmam varmı, yoxmu deyə narahat olmadım. Ehtiyacım olanları çağırmadım, arzuladım. Necəsə özləri gəldi. Ehtiyacı olanlardan qaçmadım. Çətin günlərdə yuvasız, pulsuz, ac qalmaqdan qorxmadım. Kimsəsiz olmayım deyə sevmədiyim adamlara sığınmadım. Qınaqlara tənzimləmədim yaşam tərzimi, tərifə hesablamadım savablarımı. Günahlarımın üzünə durmadım, tövbə ilə tumarlayıb könlünü aldım. Yaşadığım bahalı evdə də, kasıb evdə də ən sevdiyim yer pəncərə önü oldu. Ömrün hər otağında içindəki mənzərədən rahatlıq tapdım. Əlbət bezdiyim də oldu, üsyan etdiyim də. Amma hər dəfə qoluna girib başımı çiyninə söykədiyim ümidim oldu. Məyusluğu illərlə yenən sevinclərim məni inandırdı. Mən inandım, inandırıram, siz də inanın. Hər şey yaxşı olacaq. Hər şeydim, heç kiməm. Hər şeydim, heç kiməm. Bilmirəm, yoxam, varam. Sən olmayan həyatın içinə sığanmıram. Ev dağınıqdır. Ev dağınıqdır. Əşi fikrimi yığanmıram. Mən nədən danışıram? Sən nədən getdin axı? Tək nəfərlə qızmır bu ev. Sən bu evdən bezib getdin. Xatirən hər tərəfdədir, bezmir səndən, bezmir bu ev. Bu ev səni xatırladır, hər yerində, hər küncündə. Nə ola heç olmasa barıq, aparaydın xatirəni çamadanın bir küncündə. Evdən işə, işdən evə. Səni yaddan çıxarmıram. Qaydanda axşam evə çörək almaq yaddan çıxır. Ay mən belə yaddaşın, belə unutqanlığın, mən nədən danışıram, sən nədən getdin axı? Çox qərbə tərəf getdik, biraz sizi şərqə tərəf çəkim, qəzəl oxuyum. Bir söz hanı dünyada, adından lətif olsun. Bir gül hanı bağçanda, özündən zərif olsun. İnsafmı soyuq bir külək əssin aramızda, bizdən sizə, sizdən bizə get-gəl zəif olsun. Daim yaşasın ilk görüşün,
ilk həyəcanı, söhbətlər utancaq, toxunuşlar xəfif olsun. Dillərdə bir əfsanədir, eşq əhli qovuşmaz. Dillərdə bir əfsanədir, eşq əhli qovuşmaz. Gəl biz qovuşaq, yerlə bərabər bu mif olsun. Vaxtında şükür kəlməsi nitqində gül açsın. Düşməz gözəlim, yoxsa dilindən heyif olsun. Dünyada hamı Allahı bir cür sevə bilməz. Bu sevgidir, qoy tərzi elə müxtəlif olsun. Səndən bu siracı o qədər olmaz eşitdi. Şeirində yazıq istədi olsun, rədif olsun. Yəqin ki, bu musiqisi də tanışdır, Alagözü. Mən oxumayacağım ya. Sözləri Nigar Rəfibəylidir. Sadəcə bir məqam var, hansı ki, həmin Nigar Rəfibəyli yazdığı hissəni bizim Nigar xanım oxuyacaq. Bir də Rəsul Rızanın yazdığı hissə var, səndən ayrı. O hissəni də mən oxuyacağım. Alagözlüm, səndən ayrı gecələr bir il kimi uzun olur. Neyniyim? Bağçamızda qızıl güllər hər səhər tezdən açılır. Vaxtsız solur. Neyniyim? Nərgizlərin gözü yaşla dolanda, bənövşələr baxıb qəmgin olanda, qərənfilin gözü yolda qalanda, yasəmənlər saçın yolur. Neyniyim? Tez gələsən, bəlkə əlac verəsən, sümbüllərin saçın yığıb hörəsən, çiçəkləri gəlib özün dərəsən. Yolda qalıb baxışları, neyniyim? Çiçəklərin çəkir gözü intizar. Ayrılıqdan betər dünyada nə var? Yaz axşamı səni bil ki bu nigar həzin-həzin yada salır. Neyniyim? Günlər keçir ağır-ağır səndən ayrı. Yollarıma gecə gündüz çiskin kədər yağır səndən ayrı. Qulağımda gülüşünün şəlaləsi səndən ayrı. Xəyalımda titrək, kövrək, dodağının piyaləsi səndən ayrı. Dəniz gəlir dalğa-dalğa, qıvrım-qıvrım dönür geri. Sənsiz görüb sahilləri, küləklər də sığallamır çiçəkləri səndən ayrı. Nəğmələr də nəğmələnmir səndən ayrı. Şərqilər də ləpələnmir sənsizlikdə. Buludlar da yırğalanır həzin-həzin. Həsrətindən dəliləşib qırçınları göy dənizin. Quşlar susub nəğmələnmir sənsizlikdə. Şəfəqlər də ləpələnmir sənsizlikdə. İndi söylə, mən neyləyim? Alagözlüm, səndən ayrı gecələr bir il kimi uzun olur, neyləyim? Bağçamızda qızıl güllər hər səhər tezdən açır, vaxtsız olur, neyləyim? Bağçamızda
Qızıl güllər hər səhər tezdən açır, vaxtsız solur neyləyim. Çiçəklərin çəkir gözü intizar, ayrılıqdan beter dünyada nə var? Çiçəklərin çəkir gözü intizar, ayrılıqdan beter dünyada nə var? Yaz akşamı sen bil ki bu nicar, həzin yada salır neyləyim. Yaz akşamı sen bil ki bu nicar, həzin yada salır neyləyim. Ala gözlüm senden ayrı Tanış gəldi bu mahnı. Buradadır Nolan. Tanrıcı. Və bizim başqa ifaçı qonaqlarımız var. Mən istəyirəm onları da səhnədə görüm. Azər Cırtdan. Azər bəy. Emil Əliyev. Və Hüseyin Cəfər. Bugün bütün ulduzlar yığılıb bura. Hansı ki o, mənim realın bir kadrosu var idi. Onu xatırladım bir anda. Günay xanım, teşekkürler bizə. Tam tamına çatdı. Hey yüzüm, haradasın? Gel, gel, gel vuruna kavayım, tagetim Hardasın? yoruna Hardasın?
sebebi arılar, 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 öbedi arılar, seherin ağlayış sebebi arılar, Ve aramızda çok güzel insanlar, ben uzatmayacağım. Azeri Ciddan'ı bilirsiniz bu arada. Noland'in tek cover'ı var. Niye böyle uzundur bu yolların müellifidir özü. Ama biz Azeri Hoca'dan dinlemeyi tercih ederiz. Ve Uzağın adı vardı, belki de bilirsiniz. Azeri Hocam, siz ne istiyorsunuz size, bence onu okuyayım. Salamlar. Güzel. Bu kadar insan görmeyi, şehri seven bu kadar insan görmeyi. Yani dünya arasında görse birinci günde insanlar toplanıp şehir okurlar. Ama başka bir vakit. Hazırsı yakalamışken ben size zamanını okuyacağım. Yani bu o deməkdir ki, şeir bir bəhanədir. Şehir bahanedir. Yani şehrin anlayarak tutmuş olmuşsa deməli yani, benim için dileyebileceğim, en çok dileyebileceğim dinleyici keyfiyeti herhalde. Yakın ki şiiri okumaktan ziyade şiiri dinlemek de bir keyfiyettir meğer gerek. Ona göre de burada çok sabırla derine giden, sözlerin derinine giden insanlar görürüm. Şairler peygamber kimidirler aslında, peygamber tohumu taşırlar. Onlar hakikaten tercümesidirler. Acının, sevincin tercümesidirler ve ressamın boyalı çektiği kimi sözlerle resim çekirler. Yeni mahnılardan bir tanesini okuyacağım. Sen bilirsen diyeyim. Hardasa uçtu göğe kepenek, çırptı kanatlarını, başladı bu külek. Ben durmuşam sahilde bakıya, otaydaya, otaydaya. Yıldığım külfetim arkamda, bakıp bakıp kışkırırlar Azer atla. Gece olsun yanar ışıklar, o taydada, bu taydada. Son nefesimi verip denize, en güzel yelkenli kayığı üfükte. Gördüklerimi sen de görürsen, sen bilirsen ay Allah, sen bilirsen ya.
Çok sağ olun. Yaşlı varsınız. Yaşlı varsınız. Şehir yazanlar, hem şehir dinleyenler. Çok sağ olun. Bir mahnı hocam ya böyle olmaz. Lütfen. Bazı dinleyiciyi yakalamışken yeni mahnılarımdan birini okuyacağım. İsrar etmeyin. Kalan mahnıları dinlemek isteyenler inşallah gelirler, konsertleri dinlerler ama yine de anlayın, benim için de bu bir şanslı ki bunu ben samimi qəlbdən deyirəm. Bu keyfiyyətli insanları tutmaq yəni çətindir. Ona görə təzə mahnıları devam etmək istəyirəm. O bir mahnıları da YouTube'da, SoundCloud'da dinləmək olur aslında. Yəqin biraz özümə şans düşür. Öyle deyək. Yazılan bilinen ama az bilinen mahnılar. Zümrüt rəngində şairimiz. Hamımız haqqında. Anam deyir senden adam olmaz. Mənə isə xəyallarım bəsdir. Nə evim var, nə maşının, belə olmaz. Yol varsa bir də göy, mənə başqa bir şey lazım deyil. Pəncərədən baxıram, bütün səhərlərim zümrüd rəngində şəhərim. Dostlarım deyir, belə yaşanmaz. Sizləri anlamaq üçündür gecə sərxoşluğu. Əzizlərim, millətin dərdi sənə mi qalır? Kim dedi ki dərdim var, yaşaya bildiyimi yaşayıram. Pəncərədən baxıram, bütün zəfərlərim zümrüd rəngində şəhərim. Denize soruşuram, neyim var? Dünya malı üçün qaçanların izlərindən başqa heç nə. Torpağa soruşuram, nə yığmışam? Qızılla daş arasında fərq qoymadım, hər bədən çürüyür. Pəncərədən baxıram, qızımın gələcəyi zümrüd rəngində şəhərim. Emin ediyoruz, zahmet olmasa sahneye. Gənc ifaçılardan daha bir istedadı indi dinləyəcəyik. Görək bizim üçün hansı mahnı seçib. Azər bəy, çox təşəkkür. Salamlar, axşamınız xeyir olsun. Səs.
de harta gözüm kaldı yollarda. Gel güzel yar, geldi bahar. Hardasan yar de arta gözüm kaldı yollarda. Hardasan yar de harda gözüm kaldı yollarda. Çok sağ olun. Teşekkürler. Hüseyin, sen de görək səhnədə. Əslində keçmiş mahnıdır. Sadəcə mən ilk dəfə səhnədə Hüseyn bəyin ifasında eşitdim bu mahnını. Ondan sonra benim də əvəz olmazlarımın arasına girdi yəni. Belə çox danışaram, amma indi çox danışmayacağım. Sadəcə bayaq Azər bəy dedi, onun sözünə qüvvət olaraq bu qədər şeir oxuyanı bir yerdə görmək çox gözəldir. Sözə yoldaşlarımız bilir, sözə çox dəyər veririk. Mənə görə hərdən bu sözə görə qınayırlar, amma məncə mənə görə insan sözü qədər var. Sözü nə qədərsə o qədər və yaxud da sözə nə qədər diqqət edirsə o qədər var. Bəzən hərəkətlər aldada bilir, amma biz bir insanı görmədən də onun dediyi sözlərlə ortalama necə biri olduğunu çıxarda bilirik. Ona görə söz çox dəyərlidir. Oxuyuruq, bu arada mənim də xəbərim var. Oxuyaq. Yollarda ters kimi uzanır gülüm, yuxumdan hər gecə durmalar keçir. Bilmirəm nə olur, haradan bilim. Belə getsə susar quşların səsi, dənizin də səsi günbə-gün batar. Yubanma əzizim, gəl qurtar məni, arxadan nə çapır, qorxuram çatar. Halıma yanam gerek, sesim düşende yatar. Öten günleri koru, yaxşı bax, verme bana. Ayrılıq birden izmiş, sen uzak yaşlarda. 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 Tez ol haber ver, görüm necəsən. Gözlərin necədir, yerişim necə. Yaman darıxmışam mən səndən ötürü. Barı bir soraq ver, özün gəlincə. Yerini bilmirəm, bilsəm gələrəm. Könlünü alaram, sevərəm yenə. Xəzərin köksündə qalxan dumana, qaraşanı büküb gətirirəm sənə. Alıma yanan gərək, səsin düşəndə yada. Ötən günləri qoru, yaxşı bax, vermə bada. Bir də xəbər məncə hamı bilir.
uzaq yaşılada, ayrılıq birdən ismiş. Sən 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 uzaq yaşılada. Çox sağ ol. Bravo. Hüseyin bəy üçün alqışlar. Mən bayaq Türkay bəylə danışdım. Yox, Hüseynlə danışırdım. Deyirəm ki, insanlar ola bilər ki, şeirdən sıxılırlar, amma mahnıdan sıxılmırlar. Güman edirəm ki, xoşunuza gəldi. Amma şeirdən də yəqin ki, sıxılmırsınız, çünki şeirə görə biz buradayıq. Və istəyirəm burada səhnə alan dostlarımın hər birinə təşəkkür edeyim. Çox sağ olun, var olun. Gönlümüz şad oldu, dincəldi. Təşəkkürlər. Bir kəlmə mahnıdan sonra bir söz demək istəyirəm. Vaqif Səmədoğlunu xatırladım. Bu şeirini bəlkə də çox adam oxumayacaqdı, amma mahnı oldu deyə dillər əzbəri oldu və Vaqif Səmədoğlu belə deyək də bu şeirinin ikinci taliyi oldu. Bir çoxları bu mahnını sevir. Mən düşünürəm ki, ümumiyyətlə mahnılar şeirlərin həyat yoldaşıdır. Çünki onlar bir yerdə daha xoşbəxt olurlar. Nəinki şeir ayrı, mahnı ayrı və həqiqətən gələn bütün musiqiçilərə mən də təşəkkür eləmək istəyirəm. Çox böyük həzz aldıq. Hər biri sevərək dinlədiyimiz musiqiçilərdir. Amma burada yuxarıda boş yer var. Bayaqdan hamısına bir-bir yazıram ki, orada boş yerlər var. Gəlin orada əyləşir. Amma israrlı ayaq üstə durmaq istəyirlər, bilməm niyə. İndi məncə Sadiq bəy mi bir mahnı oxuyacaq, yoxsa biz mi? Siz mahnı oxuyun. Şeirin adı Melanxoliyadır. Bu şeirin də bir balaca tarixçəsi var. Çox qəribədir, çox, nə bilim, mistika həyatımda doğrudan da çoxdur və yenə də belə bir qəribə halla biraz şeir səhifəsində rastlaşdım. Ən çox bəyəni yığan şeirlərin siyasını Zamir bəylə müzakirə edəndə məlum oldu ki, Zərdüşt şəfidir ən çox şeir sevilən də, belə deyim, ən çox bəyəni toplayan. Zərdüşt şəfi 26 yaşında xərçəngdən vəfat elədi. Çox yaxın dostum idi və yaşına baxmayaraq 20 yaşlarında çox müdrik idi. Atası çox görkəmli alimimizdir və bu şeiri Zərdüşt rəhmətə gedəndən sonra yazmışdım. Qəribədir ki, mən Zamirin heç Zərdüştü tanıdığını belə bilmirdim. Çünki yaşı az idi və o qədər cəmi bir hekayələr kitabı çap olundu Yazıçılar Birliyi tərəfindən və Ukraynada müalicə olanda mənə öz şeirlərini göndərdi. Dedi, həyatı bilmək olmur, mən şeirlərimi sənə göndərirəm. Çap eləmək heç vaxt. Dedim, hər yıl ki, kimi deyirsən, yəni sən ölsən çap eləyim, məşhur olasan, belə bir söhbətimiz var idi. Amma hələ də o şeirləri çap eləməmişəm, hələ də o şeirlər məndədirlər, amma bəzi sözlərini musiqi bəstələmişəm. Tamila xanım buradadır, ikimizin ortaq dostuydu. Söz vermişik, yaşasaydı bu il 40 yaşı olacaqdı. Bu il onun şeir kitabını hazırlayacaq çapa. Ümid edirəm ki, onun təqdimatında da hər birimiz gəlib. Nə qədər möhtəşəm şeirlər yazdığını görərsiniz. Çox danışdım, yenə keçirəm şeirə. Günəşdən gecələr esinər oldum, oyaqkən kabuslar görər, bir ilə bir ömür yaşar oldum, bir günə 1000 dəfə ölər. Astana üstündə sayar oldum, ötürülmüş sevinçlərimi verilməm
kederler direner oldu. Qaranlıq təkliyə itələr. Kölgələr ürəkdə mələr oldu. Adamlar dünyadan köçər. Dostlarım məndən küsər oldu. Düşmənim üzümə gülər. Ruhuma nur verən al rəngli şamlarım gözümün önündə sönər. Faciə həyat janrama döndü. Həsrətim oldu komedilər. Azalır kimlərsə. Burada yox, şeirdir. Azalır kimlərsə. Dönüb geri baxıram. Görürəm, hamı yoxdur. Qocalır kimlərsə. Ömür bir yerdə bitir, davamı yoxdur. Ömürdə yaş ağlayır. Divarda daş ağlayır. Damda bir quş ağlayır, quşun da yemi yoxdur. Kefsiz gecədən bezir. Evsiz küçədən bezir. Yerdə vicdan nə gəzir. Göyündə damı yoxdur. Ömürdə yaş ağlayır. Divarda daş ağlayır. Damda bir quş ağlayır. Quşun da yemi yoxdur. Bir də mən bir şey deyim. Səhifənin izləyiciləri kimlər var? Mən burada bir nəfər gördüm məsəl üçün. Yəni daimi izləyiciləri. Hansılar ki səhifədən gəliblər. Yəni çox şad oldum sizi burada görmək üçün, gördüyümə. İzləməyənlər də ümid edirəm bugündən sonra yəqin ki izləyərlər, tədbir xoşlarına gəlsə, razı qalsalar, razı geçsələr. Biz ancaq şeirlə sizi razı sala bilərik də şairlər başqa əlimizdən nə gəlir ki. Mükəmmel. Axşamınız xeyir olsun. Bir söz var, deyirlər, bir nəfər qarşı tərəfə bəzən deyir, əlimdə olsa, bacarsam, sənin üçün yaxşı gələcək hazırlayaram. Biri də var, deyəsən ki, bacarsaydım, sənə yaxşı keçmiş bağışlayardım. Bu, onun şeiridir. Bir din, danış, ay gözəlim, niyə gəlmir səs sorağın? Yer üzü çox kirlənib ki, yer süpürür qaşqabağın. Ürkək, baxma belə. Kimdən, nədən çəkinirsən? Dünya hamı bir olsa da, mən buradayam, tək deyilsən. Mənim qızım, baxma yola, yükün çəkmə hər gedənin. Ver ovcunu əllərimə, taleyindən öpüm sənin. Türkay bəy. Buyurun. İndi biz fasilə olacaq, aslında fəsilləri də dəyərləndiririk. Fasilədə kağızlar paylanır, qələmlər paylanır. Bugün özel, hər kəs bir misra ilə 4 misra şeirlik yazacaq. İndi kağızlar paylanacaq və misraları siz yazacaqsınız. Diğer adam ötürəcək bir qabağa və şeir tamamlanacaqdır. Bəli, istənilən. Sonra Zamir bəy həmin şeyləri qirayətçi kimi oxuyacaqdır. Başlayırıq, kağızlar paylayırıq, qələm paylayırıq və sizlər yazırsınız. Sıfırdan şeir ortada çıxacaqdır. Yeni şeir. Ne oldu? Bəli.